dəyərli izləyicilərimiz, sizin suallarınızla videolarımıza davam edirik. Pasientimiz yazır: İşığa baxanda gözüm sancır, qaçırmaq istəyirəm. Bu nəyin əlamətidir? İşığa baxanda gözümüzün sancması, qaçırmaq istəməsi gözümüzdə quruluq olduğunu göstərir. Belə ki, quru göz zamanı gözün ön hissəsində, göz yaşı pərdəsində çatlar əmələ gəlir və bu çatlar nəticəsində gözümüzün işığa həssaslığı artır. Qaçırmaq istəyirik, sulanır, diskomfort verir, ağrıyır və s. O baxımından mütləq göz həkiminə gedib süni göz yaşlı damcıları istifadə etməyiniz məsləhətdir. Daha sonraki sualımıza cavab verək. Deməli, gözümün içində nəsə varmış kimi hiss edirəm, amma görünən heç nə yoxdur. Nə etməliyəm? Bu çox maraqlı sualdır və diqqətli olmanızı istəyərdim. Belə ki, gözlərində yağ cisim hissi olan pasientlər əllərini gözlərinə toxundururlar, ovxalayırlar ki, o yağ cisim çıxsın və yanaşı olaraq infeksiya da yarada bilirlər. Əgər bu hissiniz varsa, bu da quru göz sindromunun əlamətlərindən biridir. Yağ cisim hissi olur bu zaman, batma hissi, göz qapaqlarının altında nəsə qalmış kimi hiss edirik. Süni göz yaşı damlaları istifadə etmək, həyat tərzinizə diqqət etmək, yuxunuzu artırmaq, havada olmaq, bol su içmək və qadjetlərin istifadəsi zamanı fasilələr vermək vacibdir. Daha sonraki sual: axşam saatlarına görməm zəifləyir, səhərisi normal olur. Bu ciddidirmi? Ciddi ola da bilər, olmaya da bilər. Bəzən göz yorğunluğundan gözdə axşamlar günün sonuna doğru bulanmalar, görmənin zəiflənməsini hiss edə bilərik. Sadəcə göz yorğunluğu, quruluq və spazm ola bilər. Ancaq bəzi hallarda buna astigmatizm deyirik. Görmənin dəqiqliyi ilə bağlı bir durumlar da ola bilər. Astigmatizm zamanı görmə axşam saatlarında daha pisləşir, çünki göz bəbəyi genəldiyi üçün gözdə olan qüsurlar daha çox ortaya çıxır. Əgər axşamlar görməniz pisləşirsə, göz müayinəsindən mütləq keçin. Və bu günə olan sonuncu sualımızı da oxuyaq. Gözlərim tez-tez qaşınır, amma qızarmır. Allergiya olmaya da bilər. Bu da maraqlı sualdır. Qaşınır və amma qızarmır. Əgər qaşıntı varsa, gözlərin ətrafında diskomfort varsa, bu allergi göstəricilərin əsasən əlamətidir. Ancaq bəzi hallarda iltihabi proseslər zamanında qaşınma, diskomfort, sulanma, qızarma bu kimi əlamətlər ola bilir. Ümumiyyətlə qaşınma varsa, əlinizi gözünüzə toxundurmamalısınız, yanaşı problemlər yaratmayasınız deyə və göz həkiminə müraciət etməlisiniz. Suallarınızı bizim videolarımızın rəy bölməsində gözləyirik.